Salam, hər kəs salamlayırıq. Biz Ekolaudi şirkətinin auditoru Vəli Rəhimov və sərbəst auditoru Altay Cəfərov peşəkar mühasiblərin etika məcəlləsinə, onun təməl prinsiplərinə və konseptual əsaslara riayət etmə fonunda maliyyə hesabatları və qərar qəbul etmə ilə əlaqədar maddi maraqlar mövzusunda danışacağıq. Bildiyimiz kimi, etika məcəlləsinin əsas tələbi onun peşəkar mühasib tərəfindən təməl prinsiplərinə riayət etməsidir. Bununla bərabər, təhlükələri müəyyən etmək, qiymətləndirmək və onlarla bağlı tədbir görmək üçün konseptual əsasları tətbiq etməlidir. Peşəkar mühasibdə maddi marağın olması və ya onun yaxın ailə üzvlərinin maddi maraqlarının olması barədə xəbərdar olması, obyektivlik və ya məxfilik prinsiplərinə şəxsi maraq üçün riayət etməmə təhlükəsi yaradır. Yəni, burada obyektivlik və məxfilikdən söhbət ola bilməz. Bir halda ki, maddi maraq mövcuddur və ya bu təhlükə var. Bugün biz həmin maddi marağın olması hallarından o şəraitləri bir sadalayalım. Hamısı da olmasa müəyyən hissəsini sadalamaq fikrindəyik. Peşəkar mühasib şəxsi mənafe və ya başqalarının maddi mənafiyi üçün məlumatları manipulyasiya etməməli və ya məxfi məlumatları istifadə etməməlidir üçüncü tərəfə. Digər halda, müəssisənin maliyyə hesabatlarının yekununa və ya maliyyə nəticələrinə müvafiq olaraq mükafatlandırma prinsipi, siyasəti olduqda mühasibin, yəni peşəkar mühasibin bu qərara əhəmiyyətli dərəcədə təsiri olduqda, yəni mükafatın məbləğinin müəyyənləşdirilməsində mühasibin qərarının əhəmiyyətli dərəcədə təsiri olduqda mühasib tərəfindən və ya onun yaxın ailə üzvləri tərəfindən maddi marağın yaranma təhlükəsi baş verir. Məsələn, maliyyə hesabatlarını hazırlayan zaman mühasib marağında olacaqdır ki, aydın məsələdir, mənfəəti artırsın və mükafat məbləğinə bunun qərarının birbaşa təsiri olsun, mükafat məbləğini yüksəltsin. Çünki bunun burada maliyyə marağı var. Bu, obyektivlik və məxfilik prinsipinə əməl etməmə şəraitinin yaradılması, təhlükəsinin yaradılmasıdır. Kimi bir misal ola bilər. Və ya digər halda, maddi qazanc əldə etmək üçün qiymətlərə təsir edə biləcək məlumatların manipulyasiya edilməsi, şəraitinin yaranması. Mühasib maddi maraq naminə qiymətlərin təsiri var, qərarının qiymətlərə təsiri var. Bundan istifadə edib maddi maraq güdə bilər. Bunun özü də həmin maddi maraq təhlükəsinin bir halıdır. Və digər tərəfdən işə götürən təşkilatda bilavasitə özünün və ya dolayılıqla tanışının maddi marağı var və mühasibin verdiyi qərarlar bu maddi marağın dəyərinə birbaşa təsir göstərir. Bu halda da yenə həmin təhlükə ehtimalı yüksəkdir. Yəni, işə götürən təşkilatın təchizatçıları və ya sifarişçiləri ilə birbaşa mühasibin əlaqələrinin olmağı
Yəni onlardan alınan mallardır və ya verilən sifarişlərin qiymətlərinə mühasibin təsir imkanlarının mövcudluğu. Bu da maddi maraq təhlükəsinə bir misal ola bilər və ya yüksək maddi maraq təhlükəsi yaradır. Digər tərəfdən mühasibin və ya onun yaxın ailə üzvlərinin, tanışının və ya özündən yüksək vəzifəlilərin müəssisənin hər ilin sonuna görə, mənfəətinə görə mükafat planının olması, yəni maliyyə nəticəsinə görə mükafatların verilməsi siyasəti olduqda aydın məsələdir. Mühasibin bu mükafatın məbləğinə birbaşa öz qərarından təsir göstərmə imkanı yaranır. Yəni mənfəəti nə qədər yüksək göstərsə, bir o qədər mükafat məbləği yüksək olacaqdır. Bu da maddi maraq naminə həmin prinsiplərin, obyektivlik və məxluq prinsipinin pozulması və maddi maraq təhlükəsinin yaranması halına bir misal ola bilər. Bunlarla bərabər həmin konseptual əsaslar göstərir ki, bu təhlükələri necə aradan qaldırmaq və bununla hansı hərəkətləri etmək lazımdır. Göstərir ki, bu təhlükələri minimuma endirmək lazımdır. Bu təhlükələri minimuma endirmək o deməkdir ki, yəni təhlükələri o dərəcəyə qədər azaltmaq lazımdır ki, bunun müəssisənin qərar verənlərinə, müəssisə barədə qərar verənlərə və qərar vermək üçün nəticələrə heç bir təsiri olmasa da təsiri cüzi miqdarda, yəni minimuma endirilsin. Bu halda demək həmin təhlükə aradan qaldırılmış sayılır. İndi daha geniş, ətraflı bu barədə sözü davam etdirmək üçün Altay Cəfərova verirəm və eyni zamanda auditorun bu halda hərəkətləri barədə sizə məlumat verəcəkdir. Buyurun Altay müəllim. Vəli müəllim, çox sağ ol, yəni ətraflı məlumat verdiniz məsələ haqqında. Yəni mən də istərdim ki, məsəl üçün müəyyən qədər fikirlərimi bildirim bu məsələ bağlı. Çox da vaxt almayacaq. Məsələn, söhbət nədən gedir? Məsələn, ondadır ki, əvvəl biz yaxşıyıq ki, maddi maraqlı deyildi Vəli müəllim tərəfindən. Amma ikinci bir məsələ, peşəkar mühasiblər maliyyə hesabatlarını hazırlayırlar. Maliyyə hesabatlarını və qeyd olunduğu kimi bu peşəkar mühasibin etika məcəlləsində peşəkar mühasib biz nəyə başa düşürük? Və eyni zamanda sual olunur ki, maliyyə hesabatlarını kimlər tərtib edir? Yəni, burada iki cür bir yanaşma var. Maliyyə hesabatlarını mühasiblər tərtib edir. Maliyyə hesabatlarını baş mühasiblər tərtib edir. Maliyyə hesabatlarını növbəti mərhələ kimi peşəkar mühasiblər tərtib edir. Peşəkar mühasiblər nə ilə tərtib edir? Mühasibə Şurası haqqında qanundan və digər normativ hüquq aktlarla. Biz bu qanunlara və normativ hüquq aktlara baxdıqda görürük ki, həqiqətən də maliyyə hesabatlarının çoxsunu, yəni kommersiya qurumlarının və yaxud da sahibkarların, kommersiya qurumlarının və yaxud da dövlət təşkilatlarının, ictimai sektorunda maliyyə hesabatlarının 90% hazırlanır, peşəkar mühasibə olmalıdır. Və belə çıxır ki, peşəkar mühasibə hazırlayırsa, artıq peşəkar etika məcəlləsində hərəkət davranışları fundamental prinsipə kimlər tərtib olunur? Həmin maliyyə hesabatlarını hazırlayan peşəkar mühasibələr. Bu belə. Yəni belə çıxır ki, həm məcəllə, həm də normativ aktlarda olan yanaşmalar üstə düşür və peşəkar mühasibə bu addımını atmalıdır. Və mən də qeyd edirəm. Maliyyə hesabatlarını onların peşəkar mühasibə birinci tələb nədir? Şəffaf, qərəzsiz, düzgün, ədalətli formada maliyyə hesabatı tərtib olunmalıdır. Şəxsi maraqla deyildi. Yəni ictimai maraqla söhbət var, şəxsi maraqla söhbət var. Və mən də qeyd edirəm, müəyyən mükafatlar alınmalıdır. Acı məsələn, mən sizə bir şey deyim ki, kommersiya qurumu biz görürük ki, ilin sonunda müəyyən dövrdə qurum mənfəətlə başa düşür, fəaliyyəti mənfəət formalaşdığımızda başa çatdığımızda buna müəyyən bonuslar verilir. Yəni bütün işçilərinə həm satış, həm təchizat, həm məsələn inzibati işçilərə bonuslar təqdim olunur. Bax, bu bonuslar əlbəttə qeyd etdiyim kimi bunun içində peşəkar mühasiblər də var, bunun içində mühasiblər də var, bunun üçün maliyyə hesabatı tərtib edənlər var, maliyyə hesabatı tərtib olunma cavabdeh şəxslər də var. Bu bonuslar artıq bayaq sizə dedim ki, peşəkar etika məcəlləsində həmin bu prinsipləri
aid deyildi. Yəni bu sadə bir şeydir, fəaliyyət mənfəətə başa vurulmuşdur və müəyyən bonus mükafat əldə edilir. Burada bonus mükafat, şirklənici addımlar, hədiyyələr, qonaqlıqlar, müəyyən xərclərin örtülməsi, müəyyən belə deyək, təminatlar, təzminatlar verir. Bu tam başqa bir şeydir. Bəli, qeyd edilməli ki, bəli, maliyyə hesabatı tərtib olunur. Maliyyə hesabatı tərtib olunur. Buna müəyyən öhdəliklər nəyə götürür? Xərclər şişirdir, gəlirlər azaldır, əmlakın dəyərini düzgün formalaşdırma, daha çox belə deyək də dividendlər formalaşdırma və digər bu kimi belə deyək də, yəni maliyyə hesabatı qeyri-şəffaf, qeyri-düzgün hazırlanması və təqdim olmasına uyğun addımlar atılır. Burada artıq yanaşma başqa cür olmalıdır. Qeyd elədiyim kimi burada hansı məsəl üçün addımlar atıla bilər? Şəxsən biz praktik belə şeylər çox görürük. Praktik görürük nə rəhbərlik, maliyyə hesabatı kimə tərtib olunur? Kim üçün tərtib olunur rəhbərlik? Maliyyə hesabatının təşkilçilərə, səhmdarlara, benefisiarlara, yararlanan şəxslərə tərtib olunur və təqdim olunur və ya hətta vergi orqanlarına, maliyyə hesabatının vergi hesabatı, bunun içində olan belə deyək də yanaşmadır, bir hesabat formasıdır. Burada da nə yanaşmadır, deyir ki, vergilər artır, vergilər azalt, gəlirlər azalt, xərclər çoxalır. Bu kimi addımlardır. Bütün bunların müqamında yəni peşəkar mühasib nə edir? Maliyyə hesabatına hazırlanan şəxs nə edir? Müəyyən belə deyək də qeyd olunduğu mükafatı əldə edir. Və yaxud məsəl ola bilər ki, yəni deyək ki, müəyyən xərcləri örtəcək, müəyyən ələcə tədbirlər bağlı məsəl üçün belə deyək təmin edirlər. Yəni bu kimi artıq yəni addımlardır. Və ya məsəl üçün deyək ki, müəyyən bir işgüzar üstünlüklər verilir, məsəl üçün imtiyazlar verilir, məsəl üçün olub hüquqlar verilir və ya məsəl üçün deyək ki, səhmdar ola bilərsən, payışıq ola bilər. Bu kimi addımlardır. Yəni qeyd edirəm. Burada əvvəldən bildirik kimi maliyyə hesabatlarına hazırlananda peşəkar mühasiblər ehtiyatlı olmalıdır. Yəni ən azı onlara olan kənar müdaxilələrdən kənar durdurulmalıdır. Ən azı onlara kənardan tərəfdən təzyiqlərdən kənar durdurulmalıdır. Ən azı bayaq qeyd olundu ki, bunu belə deyək də, yəni öz yəni yaxın qonumlarında olan təsirlərdən kənarda durmalıdır. Bunu da biz praktikdə çox görürük. Məsələn, ailə üzvləri olur, yəni yaxın qonumlar olur, kənarda müdaxilə olunur ki, bax, maliyyə hesabatları mən istədiyim tərtib olmalıdır. Əks halda hansı belə deyək də, hansı bir üstünlüklərdən yararlanacaq və həmin peşəkar mühasibə, həmin baş mühasibə, həmin mühasibə təzyiq göstəriləcəkdir. Bax, bu kimi addımlar atılırlar. Məsəl üçün, bundan əlavə, deyərdim, bu deyəcəyim şeylər birbaşa etika məcəlləsini görmədi, amma mən deyərdim ki, bəs sual olunur. Biz auditorların burada rolu nədir? Biz auditor nə etməliyik? Biz auditor hansı formada addımlar, hansı formada işlər görməliyik? Bax, maliyyə hesabatlarında bunu mən deyərdim, hətta bir dələduzlu halı kimi qiymətləndirmə olar ki, bunlar tərtib olunan dələduzlu halı kimi, yəni bunu necə üzə çıxartmalı? Biz auditor deyilik, maliyyə təsərrüfat fəaliyyətini audit yaparıq. Yəni, belə bizim ənənəvi auditimizi, maliyyə təsərrüfat auditini biz nəyini aparıq? Maliyyə hesabatı düzgün, şəffaf, ədalətsiz, gərəzsiz formada tərtib olmasıdır. Bayaq qeyd edir, peşəkar mühasibə əgər bu prinsiplərə riayət eləməmişsə, onda nə oldu? Artıq etika məcəlləsinin bu tələbləri onda tətbiq olunur. Və biz nə edirik? Həmin maliyyə hesabatının düzgün tərtib olmaması üzrə çıxartmalıyıq. Üzrə çıxartmaq üçün bizim birinci adımız nədir? Maliyyə hesabatını tərtib edən peşəkar mühasibin hərəkətini, davranışını müəyyənləşdirməliyik ki, həqiqətən bu hesabatlar düzgün tərtib olunur. Və bizim audit zamanı birinci yanaşmamız bu olmalıdır. Bunun üçün belə deyək də, bu bir çox standartlar, bütün bunlar var. Məsəl üçün, standartın tələbləri nədir? Məsələn, 200 nömrə standart vardır. Məsəl üçün, 240 nömrə dərəcəli hallar müəyyənləşdirmə standartı var. Deyək ki, audit subutları, əlaqə tərəflər, kənar təsdiqləmək kimi standartdan istifadə edib bu addımları atmalıyıq. Yenə deyirəm, bunun üçün birinci məsələ şəxsən mən nə edərdim? Həmin mühasibin birinci bilik səviyyəsi yoxlardı. İkinci, həmin peşəkar mühasibin rəhbərliklə olan münasibətini yoxlardı. Həmin peşəkar mühasib haqqında işçilərin fikirlərini belə deyək də, yəni araşdırardım. Yəni xüsusi testlər aparardım, xüsusi təsdiqləmələr əldə edirdim, xüsusi kənar baxışlar, xüsusi belə deyək də, analoji mexanizmə tətbiq edərdim ki, bəli, həqiqətən bu maliyyə hesabatlarının tərtibi zaman qərəzli addımlar atılmamışdır. Maliyyə hesabatı tərtibi zaman buna kənar müdaxilələr olmamışdır. Tam bunu müəyyənləşən sonra və həqiqətən görürəm, peşəkar mühasib düzgündür, onun maliyyə hesabatının təsdiqlənməsində, maliyyə hesabatının hazırlanmasında qərarların qəbul, düzgün qərarların qəbul olmasında heç bir kənar müdaxilə və özü də düzgün adam, şəffaf adam, özü qərəz adamdır. Artıq bu zamanı, bəli, birinci adım audit tərəfindən yerinə yetirmiş olur. Ona görə mən tövsiyə edərdim ki, yəni auditorlara birbaşa birinci tövsiyə edim, bəli, maliyyə təsərrüfat fəaliyyətini audit aparan zamanı ilkin olaraq bu qeyd elədik ki, addımlar atsın ki, bəli, gələcək öz
maliyyə hesabatına rəy verəndə, hesabat düzgünlüyü müsbət rəy verəndə şərti müsbət və mənfi rəylərdə imtahan hallarının düzgün verilməsini üçün birinci addım atmaq lazım. Bəli, həqiqətən də peşəkar mühasib maliyyə hesabatları hazırlayanda gərəksiz, belə deyək də, kənar təhsillər yəni yol verməmişdir və özü də ən azı olaraq həqiqətən peşəkar mühasiblər, həqiqətən peşə etki məcəlləri tələblərinə riayət etmişdir. İnanıram, yəni fikirlərimizi biz yəni qısa da olsa siz çatdıra bildik. Bütün auditorlar və bu peşə etki məcəlləsi yaranan şəxslər uğurlar arzulayırıq. Çox sağ olun.